ürəyin üstündə olan ağrılar sizə bir şey deyim. Bizə tamaşaçımız yazır, cavab istəyir. Əgər ürəyin bu üstündə ağrılar varsa, bu ürək ağrısı deyil, ürək nevrozudur. Yəni qorxulu bir şey deyil, gəzirsə ağrı xüsusilə də. Yox, bu sinə sümüyünün arxasında ağrı varsa, ona deyirlər stenokardiya. Yaxud da bizim özlərimiz döş innağı. Adamlar deyir, ay doktor, bura döş sümüyü. Deyirəm, o döş sümüyünün arxasında olan ağrı, göynəmə bir mənalı şəkildə əksərən ürəyin işemiyasından bağlıdır. O yarım saatdan çox davam elərsə, ürək əzələsinin infarktına keçir. Ona görə əgər burada ağrı hiss edirsiniz, mütləq təcili ağrı götürülməlidir. Ağrı kəsicilər vasitəsilə təbii ki, damar daxilinə edilir, ağrı götürülür ki, infarkta keçməsin. Və mütləq də həmin anda elektrokardioqramma çəkilməlidir ki, ona həkim dəqiq bilsin. Şübhə yaranarsa, hələ formalaşmırsa elektrokardioqrammada mütləq ciddi rejim gözləyir bir gün. Sabah yenə yoxlanılır, elektrokardioqramma çəkilir, baxılır ki, varmı, infarkta keçib yoxsa keçməyib.